Ne oldu? Zərbələrin hər ikisi eyni kütlələ, 5 barmaqla vurulub. Ancaq birinci zərbə ikinci zərbədən qüvvətlidir. Demek Sevda ile Kemaləni vuran eyni adamdır. Bəli, özü də Solaxaydır. Şahmar Solakay idi mi? Xeyr, Tərlan da Solakay değil. 15 il bundan qabaq suda boğulmuş bir cani yenidən xortlaya bilərsə, dönüb Solaxay da ola bilər. Düzdür. Birdeki 5 parmağın solakay olması, vuranın da mütləq solakay olması demək değildir. Knopkada ne başa düştünüz? Knopka sizin ehtimalınızı tamamilə təsdiq edir, yoldaş polkovnik. Hərif tələsib baş barmağı ilə basıb. Barmaq hisliymiş, özü də Şahmarınkidir. Kemalə xanımın qolundakı his də eyni histir. Aydındır. Maraqlıdır, maraqlıdır, çox maraqlıdır. Mən məmnuniyyətlə bu işi aparardım. Heyif ki, Ne heyif ki? məsələ birbaşa mənim bacımla əlaqələnir. Qanuna Bu görə... işi size tapşırmak olmaz, elə mi? Bütün zərərdiydə olan kızlar, kadınlar, sizin ananız, bacınız değil mi? Bunları müdafiə etme işi bizim için en şerefli iş değil mi? Kanun bir şey talep edir. Ne yolla olursa olsun, bu caninin cinayetlerine son koyulmalıdır. Bunun için sizin elinizde bütün imkanlar vardır. Ben sizin iş usulunuzu bilirəm ve beğenirəm. Alın, işe başlayın. Tərlan dəstənin bir üzvüdür. Tarlanıdır. Esas budur. Bunu ele geçirmek için bu sizin elinizdedir. Bu mənim əlimdədir. Lakin əlində silah tutulmuyor. Heç bir şey də boynuna almaq istəmir. Buyur naçalnik. Demək sən şofirsən. Özün də verdiyin ifadəyə görə Qazaxstanda işləyirmişsən. Bəli, Bakıya da ki dünən gəlmisən. bəli. Dünən gecə vurduğun adamın kim olduğunu necə? Bilirsənmi? Dayazda tor atırsan naçalnik. Bu tora balık düşmez. Ben hiç kesi vurmamışam. Ben onun harayına gelmiştim. Yoldaş mayor, atanızla bacınız gelin. De ki işim var, getsinlər evə. De gəlsinlər. Geç ora. Buyurun. Kudrettir Sevda. Salam. Salam Qudrət qardaş. Salam Sevda hanım. Çoxdandır bağa gəlmirsiniz. Bizi köçüləndə deyirdiniz ki, bir iki günə siz də köçəcəksiniz.